Hər yaşa uyğun, evdə edə biləcəyiniz sadə gimnastika və bu gimnastika sayəsində həm dodaq əzələləriniz, həm yanaq əzələləriniz, həm də dil əzələləriniz daha aktivləşəcək, daha da aktiv şəkildə, fəal şəkildə inkişaf edəcək. Və bunun üçün bizə sadəcə olaraq lazımdır qulaq çöpü və artikulyasiyamız eyni zamanda da güzgü qarşısında əyləşib biz bunu edirik. İndi edək baxaq. Birincisi, burada əsas önəmli olan nədir? Dodaqlar önə uzadılmalıdır və tərpənmirik, sabit qalmalıdır dodaqlar. Dodağımızla tuturuq biz qulaq çöpünü, dişlə deyil. Baxın bu şəkildə. 5 saniyə 8 dəfə ard-arda təkrarlaya bilərsiniz, amma 5 saniyə arasında çıxarırsınız, fasilə edirsiniz, yenidən edirsiniz. Baxın bu şəkildə. Çıxartdıq, yenidən təkrarlayırıq 8 dəfə. İkincisi, bu biraz çətindir, qəliz ola bilər, amma inanın ki, sizin dodaqlarınızı daha gözəl aktivləşdirəcək və siz danışarkən dodaqlarınızı daha fəal şəkildə iştirak etdirəcəksiniz. Həm uşaqlarda, həm də böyüklərdə istifadə etmək olur bu gimnastikaları. Bu da eyni qaydada 5 saniyə 8 dəfə təkrarlaya bilərik. Ardınca dilimiz üçün burada əsas diqqət edilməli nədir? Gülümsəyirik, üst dişlərimiz sərbəst şəkildə görünməli və dil təklikdə üst dodağa dəyməlidir. Alt çənənin dəstəyi ilə deyil. Əgər alt çənənin dəstəyi ilə dil yuxarı dəyirsə, bu artıq sinkezi hesab edilir. Sərbəst şəkildə, baxın bu şəkildə. Bu yox. Əsas ən gözəli budur. Ardınca, bunu da eyni qaydada 5 saniyə 8 dəfə təkrarlaya bilərik. Ardınca isə, bu biraz çətindir, get-gedə çətinləşdiririk. Gülümsəyirik, bütün dişlərimiz görünməli, mimiklərimiz işləməli. Bu şəkildə bir daha göstərirəm, dilin altına yerləşdirib, dili çöpün üzərindən keçirik alt dişlərimizə. İstəyir daha yaxın kadrda göstərək. Bu şəkildə edə bilərsiniz. Bu da eyni şəkildə 5 saniyə 8 dəfə təkrarlaya bilərsiniz. Əgər belə videoların ardını gəlməsini istəyirsə, Telegram kanalımıza abunə olmağı və rəy bölməsində fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Öpürəm, hələlik.